Salam dostlar, Shortcast'ın növbəti epizodunda mən sizə Thomas Bartanın Marketing Liderinin 12 gücü kitabında bəhs etdiyi Vision konsepti haqqında danışacağam. Mən 2023-cü ildə Londonda yerləşən Marketing Akademiyada təhsil alarkən ən çox sevdiyim professorlarımızdan biri məhz Thomas Barta idi. Bizim ümumi qrup müzakirələrində onun ən çox səsləndirdiyi suallardan biri bu idi ki, niyə Fortune 500 şirkətlərində olan CEO-ların çox az bir qismi keçmiş CEO-lardır? Bu müzakirələr zamanı fərqli fikirlər səslənirdi, amma onlardan ən əsası, hər kəsin razılaşdığı bu idi ki, biz marketoloqlar bəzən prioritetləri düzgün müəyyənləşdirə bilmirik. Yəni biz maraqlı, kreativ, gələcək yönümlü işlər görürük, amma bu işlər şirkətin prioritetləri ilə üst-üstə düşməyəndə anlamı qalmır. Məhz burada Thomas Bartanın təqdim etdiyi Value Zone, qısaldılmış forması Vision olan dəyər sahəsi anlayışını təqdim edir. İzah edim, iki dairə təsəvvür edin. Birincisi Company Zone. Burada yeni satış kanalının yaradılması, bazara yeni məhsulun təqdim olunması və ya xərclərin optimallaşdırılması kimi şirkət üçün vacib olan bütün anlayışlar yer alır. İkinci dairə isə Customer Zone, yəni müştəri sahəsi adlanır. Burada isə müştəriləri birbaşa maraqlandıran, onların problemlərini həll edən bütün fəaliyyətlər yer alır. Çox az hallarda bu iki dairə tam üst-üstə düşür. Bəzi hallarda isə ümumiyyətlə üst-üstə düşmür. Amma bu dairələrin kəsişdiyi elə bir yer var ki, orada olan bütün fəaliyyətlər həm şirkətin prioritetlərinə uyğundur və eyni zamanda da müştərilər üçün maraqlıdır. Məhz bu sahə Value Zone, yəni dəyər sahəsi adlanır. Müəllifin də əsas tövsiyəsi budur ki, marketinq liderləri fəaliyyətlərinin böyük hissəsini, hətta mümkündürsə bütün hissəsini məhz bu Vision daxilində formalaşdırmalıdırlar. Burada iki vacib məqam var. Birincisi, şirkət üçün çox şey vacib görsənə bilər. Amma doğrudan da mı bu bizim şirkətin rəhbərinin bir nömrəli prioritetidir? Və ya biz müştərimiz üçün dəyər yaratdığımızı düşünə bilərik. Amma doğrudan da mı bizim müştərinin bu fəaliyyətə, bu aktivliyə ehtiyacı var? Yoxsa bu sadəcə bizim özümüzün bəyəndiyimiz bir təşəbbüsdür? İkinci vacib məqam isə budur ki, bu iki dairənin kəsişməsindən yaranan görüntü daima dəyişir. Çünki bazar dəyişir, müştərilərin ehtiyacları dəyişir, şirkətlərin prioritetləri dəyişir və nəticə itibarilə biz marketoloqlar bu dinamik səhnəni daima izləməli və marketinq strategiyamızı bunun üzərində formalaşdırmalıyıq. Mövzunu bir cümlə ilə yekunlaşdırsaq, güclü marketinq lideri dəyəri düzgün zonada yaradır.